Xanım, ora baxmasan, biraz da şeyci, mən danışacağım deməli. Xanım, neçə yaşınız var idi? 67. 67 yaşındadır, məmə kanserindən müalicə alıbdı və bu müalicə sırasında bilirsiniz ki, alınan dərmanların çoxusu uşaqlıqda qalınlaşmaya və bunun zəminində diqqətdən kənarda qalsa uşaqlıq kanseri əmələ gətirə bilər. Bəli, çox işimisiz. 2% onda 5. Bəli, bildim, anladım. Zaten elə olur. Deməli, məmə kanseri keçiribdi, ondan sonra uzun müddət müalicə alıbdı. İndi 67 yaşında gəlmə səbəbi nədir? UZI-də uşaqlığın divarında qalınlaşma var idi. Siz uşaqlıq divarında qalınlaşma var idi və biz o qalınlaşmadan əmin olmalıyıq ki, orada hər şey normaldırmı? Və xanım o qədər gözəl, savadlı xanımdır ki, mən ona təklif edim ki, gəlin sizə biopsiya alaq, biopsiyamızın cavabına görə davranarıq. Və biopsiyamızın cavabı hal-hazırda əlimizdədir, hər şey normaldır. Ona görə gedib rahat yaşaya bilər, ildə bir dəfə çekapa gəlsə bəs eləyər. Baş üstə. Başınız var olsun. Gedək qonağımız o. Tək ki, bütün xəstələrimiz özü də bu yaşda sizin kimi savadlı ola, həkiminə qulaq asa, dinləyə. Sizi təbrik edirəm. Mənim atam təhsil edir, əziyyət müəllimi olur. Maşallah sizə. El axsaq.